Salam, hər vaxtınız xeyir əziz dostlar, tamaşaçılar. Sizi Mahmudların mərkəzindən salamlayıram. 18 oktyabr 2025-ci il. Havanın temperaturu 25-26 dərəcə və bugün çox önəmli əlamətdar bir gündür. Azərbaycan üçün çox mühüm bir gündür. 18 oktyabr 2025-ci il Azərbaycanda müstəqilliyin bərpası günüdür. Bəli, bu münasibətlə bütün Azərbaycan xalqını, Azərbaycan dövlətini ürəkdən təbrik edirik və bütün xalqımıza, bütün vətəndaşlarımıza uzun ömür, can sağlığı arzu edirik. Və həm müstəqillik günü, həm də gözəl bir payız günüdür. Ona görə istəyirəm sizə ənənəvi olaraq Mahmudlardan çəkdiyim videolardan birini çəkim. Bugün 6-cı gündür, yəni cumartesi. Burada bu binanın arxa tərəfində bazardır. Ona görə burada insan çoxdur, cəmaat alış-verişə gəlib. Saat 1-dir, havalar istidir. Baxın, hamı hələ də yay geyimindədir. Sezon davam eləyir. Otellərdə izdiham var, insanlar çox gəlir. Mən onu həmişə qeyd edirəm, bu dəfə də deyəcəm. Məsələn, oktyabr ayı, noyabr ayı, sentyabrdan başlayaraq barxatlı sezon deyilir. Yəni rus dilində desək, havanın daha mülayim və xoş olduğu, dənizin də nə isti, nə soyuq olduğu vaxt olduğuna görə bəzi insanlar istirahətə məhz bu ayları seçə bilirlər. Bura isə bizdə Saat Kulesidir. Mən müstəqilliyin bərpası günü haqqında qısa olaraq bunu da demək istəyirəm ki, əvvəllər 2021-ci ilə qədər Milli Müstəqillik günü idi. Bu günün adı Milli Müstəqillik günü olaraq qeyd olunurdu. 2021-ci ildə verilmiş qərar vasitəsilə 28 may günü dəyişərək Müstəqillik günü elan olundu və 18 oktyabr günü dəyişərək Müstəqillik gününü adı dəyişərək Müstəqilliyin bərpası günü olaraq qeyd olunmağa başladı. Və Azərbaycan artıq müstəqil bir dövlətdir, müstəqil şəkildə öz daxili və xarici siyasətini yürüdür. İnsanlar sərbəstdir, müstəqildir, istədiyi kimi yaşayırlar, dünyanın istədiyi yerlərinə səyahət edirlər, gəzirlər və o cümlədən də Antalya'ya, Alanya'ya çoxlu vətəndaşlarımız gəlir. Burada yaşayırlar, istirahat edirlər, mənzil, villa, ev sahibi olurlar. Bunlar hamısı bizim müstəqilliyimizin bizə verdiyi hədiyyələrdir. Belə əziz dostlar, burada istəyirəm sizə bazarı da biraz göstərim. Bazarın bu tərəfdən girişini. Baxın, əsasən önümüzə çıxan insanlar turistlər olacaq. 10 nəfərdən 9-u turistlər və ya burada yaşayan əcnəbilərdir. Bazarlıq eləməyi çox xoşlayırlar. Baxın, bazarın girişi buradandır. Qarşı tərəfdə bələdiyyənin binası. İndi sahilə tərəf gedəcəyik. Axıra kimi izləyin, 100% dənizdə çox insanlar var. 18 oktyabrdır, amma bizdə sezon davam eləyir. İnsanlar dənizdə istirahat edirlər. Bura bazarın girişidir, qarşıda meydan və orada Akdeniz Park Ticarət Mərkəzi. Merhaba, nasılsın kardeşim? Belə əziz dostlar və salamlaşdıq tanışlarımızla. Həmişə bu videoları çəkəndə önümüzə tanışlar çıxır, salam verirlər. Mən də almaq məcburiyyətində qalıram, üzrlü sayın. Burada belə bir aptek var, eczanə, Akgün. Və indi həmişə olduğu kimi Mahmudların mərkəzi ilə sahilə çıxarıq. Baxaq orada nə var, nə yox. Gözəl bir payız günüdür. Gözəl havadır. Çox xoş hava var. Gözəl ab-hava var. Ümumiyyətcə insanların üzündən məmnunluq yağır. Bu da bizim Saat Kulesi, Alanya Spor'un başarılar diləyirlər bayrağıdır. Alanya Spor Alanya'nı Süper Lig'də, Türkiye Futbol Ligasında Süper Lig'də təmsil edən komandadır. Antalya Spor'la beraber.
portaqal ağaçları yol boyu əkilib, bar verirlər. Və buranı qeyd eləmək istəyirəm. Bax bu ərazi yeni təmir olundu, gözəlləşdirildi və axşam burada işıqlandırmalar da quraşdırılıb və buradan çox gözəl bir mənzərə alınır axşam vaxtı. İndi də əlbəttə çox gözəl görsənir. İnşallah axşam vaxtı da qismət olsa oranı göstərərəm. Bura isə əvvəlki Ziraat Bankın yerində qadın danışma mərkəzi və əməklilər kafesi açılıb. Bura əsasən yaşlılar gəlir, oturub istirahət edirlər, çay içirlər və tanış olurlar. Alanya çox gözəldir. Mahmudlar çox gözəldir, çox sevirik. Digər məhəllələr, rayonlar da çox gözəldir. Alanyanın bir çox rayonları var. Mahmudlar, Ova, Qarqıca, Kessel, Qonaqlı, Afsallar, Oxurcalar və s. Bu isə Alanyaspor futbol komandasının Mahmudlarda yerləşən şöbəsidir. Yəni atributların satıldığı şöbə. Alanyasporun yeni forma dəstləri filan hamısı burada satılır. Gəlib əldə edə bilərsiniz. Bununla da həm də futbol komandasına dəstək vermiş olursunuz. Burada gözəl bir park var. Həmişə buradan keçirik. Və orada yeni bir restoran açılacaq. Kanatçı. Kanat Türkiyədə populyardır. Toyuq qanadından ızqara kebab eləyirlər. Onun xüsusi yəni restoranları olur. Demək ki bizdə də açılacaq inşallah tezliklə burada. Bu parkımızın adı da Alanya Belediyesi Demokrasi Parkıdır. Və bu arada gözəl bir xəbər verim. Deməli Alanya mərkəz noyabr ayından etibarən təmirə bağlanacaq. Ta ki may ayına qədər, 2026-nın mayına qədər təmir işləri olacaq orada. Əziz dostlar, yəni Alanya mərkəzi tam dəyişiləcək. Mən nə vaxtsa bunun videosunu paylaşmışdım. Bəlkə də o vaxt kimsə bunu ciddi qəbul eləmirdi. Çünki 3D video paylaşmışdım ki təmiz dəyişəcək. Hətta Türkiyənin Dubayı yazmışdım. Doğrudan da elə bir şey artıq reallaşacaq. Bugün məlumat aldım ki noyabr ayından Alanya mərkəzi küçələri hamısı təmirə başlanılacaq. Hissə may ayında yeni sezon başlayanda bitirməlidirlər. Burada Alanya Belediyesi çox gözəl bir fayton qoyublar. Baxın, gəlib önündə şəkil çəkdirmək olar. Alanya Belediyesi Park və Bahçelər Müdürlüyü. Və buranı ta ki saat kulesinə qədər gözəl təmir, işıqlandırma sistemi, gül, çiçək möhtəşəm düzəldiblər. İndi isə gedirik sahilə. Görək orada nələr baş verir. Və artıq yolu keçmişəm, sahildəyəm. Çox gözəldir sahil. Əminəm ki buralar da inşallah təmir olunacaq. Mahmudlar sahili də böyükdür. Təmir olub daha da gözəl olacaq. Burada fontanlar çalışır. Və həmişəki kimi 67 nömrəli çimərliyin önünə gəldik. Burada insanlar şəkil çəkdi. Bəli, çimərlikdə çox adamlar var. Baxın, çimərlikdə adamlar çoxdur. Hamısı əməlli başlı çimirlər, istirahət edirlər, günəş şüaları qəbul edirlər. Bir sözlə sezon tam gücü ilə davam edir. Bu gözəlliyə baxın əziz dostlar. Palma ağaçları, Aralıq dənizi, gözəl hava. Oktyabrın 18-i bütün ölkələrdə, bir çox ölkələrdə əlbəttə ki, bütün demək düzgün deyil, soyuq havadır, insanlar isti paltarlar geyinirlər. Burada isə 25-27 dərəcə istidir və dəniz sezonu davam edir. Bu arada bir məlumat da, otellər də öz iş rejimini
uzadıblar. Yəni bu nə deməkdir? Noyabrda bağlanası olan otellər turist çox olduğuna görə dekabr, yanvara qədər iş rejimini ertələyiblər. Yəni çalışacaqlar. Burada da əvvəllər Portugal kafelər var idi. Keçmiş videolarda görmüşdünüz. Onları götürüb artıq yerində bax belə yeni gözəl müasir budkalar, köşklər qoyulub. Köşk yox, yəni kiosk. Və bu belə Mahmudlar, sonra Kestel mahəlləsi gedir ta Alanya mərkəzi, ora isə Alanya qalasıdır. Buradan da baxaq. Sonsuz dəniz, dalğa azdır. Bu da insanların suya rahat girməsi üçün şərait yaradır. Qumun üstündə uzananlar, balıq tutanlar, özləri ilə şəmsiyə, oturacaq gətirib oturanlar. Orası isə kafenin ərazisidir. Baxın, otelin pistləri də, şəmsiyələr açıqdır, çox insanlar var. Belə hörmətli tamaşaçılar, əziz dostlar, izlədiyiniz üçün təşəkkürlər. Siz də buyurun, imkan düşərsə, vaxt olarsa Alanyaya gəlin, Mahmudlara gəlin. Bu gözəllikləri gözlərinizlə görün, yaşayın. Ümumiyyətcə hamıya xoş istirahət. Bir daha hamını müstəqilliyin bərpası günü münasibəti ilə təbrik edirəm bütün Azərbaycan xalqını. Videomu isə yavaş-yavaş bitirirəm. Yeni növbəti videoları gözləyin. Görüşənədək sağ olun, var olun.